İnsanlar mənim haqqımda nə düşünər? Əslində bu fikir hamımızın ağlına gəlir. Hər dəfə video çəkəndə ən əsas fikirlərdən də odur. Yəni insanı saxlayan. Çünki indi siz videoda məni belə görürsüz, amma ətrafdan, qıraqdan baxanda əlimi uzatmışam, əlimdə də telefon, telefonla danışıram. Yəni biraz qəribə görsənir. Hə, amma ətrafdakı insanlara ümumiyyətlə, yəni həmin anda sizə baxacaqlar ki, bu neyniyir? Məsələn də. Kimsə deyəcək ki, yəqin ki, video çəkir. Kimsə deyəcək bunun başı xarabdır. Nəsə belə yəni hər cürə fikirlər olacaq, amma bu 5 dəqiqədən sonra o insanlar sizi heç xatırlamayacaq, heç bilməyəcək kim idi, nə işlə məşğul olurdu. Amma siz onların nə düşünəcəyini deyə istədiyinizi eləmirsiniz, elə ona görə də yerində qalacaqsınız. Ona görə heç vaxt heç kimin fikrinə, düşüncəsinə yəni çox da önəmsəməyin. Yəni çəkilişə davam eləyin. Əgər başlamamısınızsa başlayın. Belə. Əssəlamu əleykum.